Koç bürcü gün əla xəbərlər gətirəcək. Biznesdəki müsbət tendensiyaların təsiri xüsusilə nəzərə çarpacaq. Ona görə də aldığınız xəbərlərin işlə və ya böyük ümidlər bəslədiyiniz biznes layihəsi ilə bağlı olma ehtimalı yüksəkdir. Məlumatı yoxladığınızdan və bütün detalları dəqiqləşdirdiyinizdən əmin olun, yalnız bundan sonra hər hansı ciddi qərarlar qəbul etməlisiniz. Bu, irəliləşlərinizi yekunlaşdırmaq, işlərinizi və nəticələrini təhlil etmək üçün əlverişli gün olacaq. Bəzi səhvlər etdiyinizi anlaya bilərsiniz. Lakin bu, mənfi emosiyalara səbəb olmayacaq. Baş verənlər barədə sakitcə düşünəcək, harda səhv etdiyinizi anlayacaq və vacib dərslər öyrənəcəksiniz. Bu bürcün ailə üzvləri xüsusilə bir çox xoş anlar və sevinmək üçün səbəblər yaşayacaqlar. Sürprizlər və gözlənilməz hədiyyələr mümkündür. Ailənin və dostların qatıldığı tədbirlər yaxşı keçəcək. Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir. Son vaxtlar sosial çevrənizi genişləndirməyi düşünürsünüzsə, dəvət aldığınız heç bir əyləncə tədbirini qaçırmayın. Boğa bürcü. Xoşbəxt təsadüflərə və xoş sürprizlərə təəccüblənməyin. Deyəsən, ulduzlar bugün sizi məmnun etmək qərarına gəliblər. Vacib məsələləri həll etmək üçün onların dəstəyindən yararlanmağa dəyər, ona görə də xırda şeylərə vaxt itirməyin. Günün əvvəlində həmkarlarından və iş ortaqlarından dəstək və ya məsləhət gözləmədən müstəqil hərəkət etməyə üstünlük verən buğalar üçün peşəkar uğur qazanmaq daha asan olacaq. Əvvəllər məsuliyyət götürməkdən çəkinən bu bürcün nümayəndələri qətiyyətli bir mövqe tutacaqlar və bu, uğura aparan ilk addım olacaq. Maliyyə baxımından bəzi xəyallarını təxirə salmaq demək olsa belə, qazanclarını yığmağa üstünlük verənlər üçün gün əlverişli olacaq. Əmanət hesabı açmaq və ya ona vəsait əlavə etmək, biznesinizə investisiya qoymaq və ya haqqında ətraflı məlumatınız olan bir layihəyə investisiya qoymaq üçün əlverişli gündür. Günortadan sonra dostlarla görüşmək və ailə tədbirlərində iştirak etmək üçün ideal vaxtdır. Başqaları ilə yola getmək həmişəkindən daha asan olacaq və kiminsə sizi tənqid etməsi ehtimalı azdır. Əkizlər bürcü. Sizi həyəcanlı, lakin çətin bir gün gözləyir. Bu gözlənilməz çətinliklər və həll edilməli yeni problemlər gətirə bilər. Bəzi əkizlər məqsədlərinə çatmaq üçün inanılmaz ixtiraçılıq nümayiş etdirməli olacaqlar. Lakin problemlər bu bürc nümayəndələrini qorxutmayacaq və maneələr onları ruhdan salmayacaq. Beləliklə, günün sonuna qədər planlaşdırdığınızdan daha çox şeyə nail olduğunuzu görə bilərsiniz. İşgüzar münasibətlər adi haldan daha gərgin ola bilər. Həmkarlarınızın və rəhbərliyin sizinlə bağlı şikayətləri, hər hərəkətinizi tənqid etməsi və ya hər ifadənizə meydan oxuması mümkündür. Təxribatlara uymamağa və sakitliyinizi qorumağa çalışın. Tezliklə bir çoxlarına aydın olacaq ki, bütün mübahisəli vəziyyətlərdə kimsə haqlıdırsa, o da sizsiniz. Səfər planlaşdıranlar daha diqqətli olmalıdırlar. Hətta planlaşdırma mərhələsində belə çətinliklər yarana bilər. Nə isə unutmaq, çaşdırmaq və ya optimal marşrutu seçə bilməmək riski var. Yol boyu anlaşılmazlıqların ciddi olması ehtimalı azdır, lakin əhvalınızı poza bilər. Xərçəng bürcü. Sosial ünsiyyəti, hisslərini kimsə ilə bölüşmək və son hadisələri müzakirə etmək fürsətini əldən verən xərçəng bürcləri bu günü mütləq qiymətləndirəcəklər. Bugün sizi dinləməyə, dəstəkləməyə və sağlam məsləhətlər verməyə hazır insanlarla qarşılaşacaqsınız. Xoş tanışlıqlar mümkündür. İntuisiyanız bugün ilk dəfə qarşılaşdığınız insanlar haqqında dəqiq bir qərar verməyə kömək edəcək. Hətta ən hiyləgər insanlar belə sizi yanılda bilməyəcəklər. Həmçinin iş üçün də əlverişli gündür. Xüsusən də yaradıcı yanaşma tələb edirsə. Təşəbbüs göstərmək, fikirlərinizi bölüşmək və həmkarlarınızın ehtiyacı olarsa kömək təklif etmək faydalıdır. Xərçənglər kimsə çətinlik çəkirsə, kənarda durmayacaq və ətrafdakılar buna görə çox minnətdar olacaqlar.
İşgüzarlıq xüsusilə diqqətli olacaq. Hətta əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmayanlar belə bu gün uğurlu sövdələşmələr bağlaya biləcəklər. Gözlənilməz mənbələrdən pul vəsaitlərinin daxil olması da mümkündür. Bununla belə, ulduzlar gəlirləri dərhal xərcləməməyi, pulu necə idarə edəcəyinizi düşünməyi məsləhət görür. Şir bürcü. Çox şeyə nail olmaq lazımdır. Ona görə də günün əvvəlində xırda məsələlərə vaxt itirməyin. Bu, təşkilati məsələləri həll etmək, sənədləşmə işlərini tamamlamaq və dövlət qurumları ilə əlaqə saxlamaq üçün ən yaxşı zamandır. Həmçinin əvvəllər başladığınız istənilən layihəni başa çatdırmaq imkanınız olacaq. Bu gün ilk dəfə görüşəcəyiniz insanların bu işdə sizə kömək etməsi mümkündür. Böyük bir şirkətdə işləyən və ya tez-tez diqqət mərkəzində olan şirlər bu gün nüfuzlarına xüsusilə diqqətli olmalı və şayiələrə səbəb olmaqdan çəkinməlidirlər. Gizli ünsiyyət çox vacib olacaq. Şübhəli insanlarla təmasdan çəkinməyə çalışın və ya heç olmasa heç kimin sizi pis yoldaşlıqda görməməsinə əmin olun. Günortadan sonra bəzi mürəkkəb məsələləri həll etmək imkanınız olacaq. Çoxlu məlumat əldə edəcək, diqqətlə yoxlayacaq və yalnız təxminlərlə deyil, faktlarla məşğul olduğunuzdan əmin olacaqsınız. Yetkin şirlər utandırıcı səhvlərdən qaçınmaq üçün təcrübədən faydalanacaq. Gənc şirlər isə sağlam məsləhətlərə qulaq asacaqlar. Qız bürcü. Günün başlanğıcı olduqca çətin ola bilər. Qız bürcünün nümayəndələri bu zaman vacib məsələləri həll edərkən çətinliklərlə qarşılaşmaq riski altındadılar. Planlarınız nə qədər iddialı olarsa, gözlənilməz hadisələrin baş vermə ehtimalı bir o qədər yüksəkdir. Planlarınızı həyata keçirməyə başlayarkən bunu nəzərə alın. Unutmayın ki, müsbət tendensiyaların təsiri tədricən güclənəcək və səhər baş tutmayan şey axşam uğurlu ola bilər. Maliyyə məsələlərində tələsməyin. Bəzi qeyri-ciddiliklərə meyilli ola bilərsiniz, buna görə də lazımsız xərclər və zəif investisiyalar riski var. Qeyri-müəyyən vəziyyətlərdə sizi yaxşı tanıyan və özbaşına deyil, konkret məsləhət verə bilən insanlarla məsləhətləşmək ən yaxşısıdır. Kiçik pul vəsaitlərinin daxil olmaları mümkündür. Ona görə də işləri ağıllı şəkildə həll etsəniz, ümumi mənzərə olduqca əlverişli olacaq. Ünsiyyət baxımından bugün çətin ola bilər. Ətrafınızda müxtəlif insanlar olacaq, o cümlədən yaxınlaşması çətin olanlar da olacaq. Kiminsə sizdən sui-istifadə etmək riski var. Amma ehtiyatlı olacağınız üçün bunun baş verməsi ehtimalı azdır. Tərəzi bürcü. Gün romantik görüş və ya təəssürat yaratmaq istədiyiniz biri ilə görüş üçün uyğundur. Ümumilikdə, şəxsi münasibətlərlə bağlı bütün məsələlərdə müsbət tendensiyalar üstünlük təşkil edəcək. O qədər də mehriban olmayan insanlarla ortaq dil tapa bilməyiniz mümkündür. İşgüzar görüşlər də yaxşı keçəcək. Amma unutmayın ki, bugün əldə edilən razılaşmalar qəti deyil, ilkin olacaq. Buna görə də planlarınızı dəyişdirmək ehtimalına hazır olmağınız ən yaxşısıdır. Bu xüsusilə maliyyə məsələlərində vacibdir. Sizə əhəmiyyətli bir məbləğ və ya qazanmaq imkanı vəd edilsə belə, onu alana qədər buna ümid etməyin. Günün ikinci yarısında həll edilməli olan bəzi məişət problemləri yarana bilər və ailə məsələlərini həll etməli olacaqsınız. Qohumunuzdan birinin köməyinizə və ya köhnə dostunuza mənəvi dəstəyə ehtiyacı ola bilər. Əqrəb bürcü. Bugün həyatınızda kəskin dəyişiklik ehtimalı azdır. Lakin bazar ertəsi layihələri tamamlamaq və ya köhnə planlarınızı həyata keçirmək üçün əlverişli zamandır. Xüsusilə səbirli və israrlı olacaqsınız. Çoxsaylı təkrarlanan tapşırıqlarla qarşılaşanda darıxmayacaqsınız və çətin insanlarla münasibət qurarkən diqqətə layiq bir taktika nümayiş etdirəcəksiniz. Başqalarının səhvlərini düzəltmək vəzifəsini öz üzərinə götürən əqrəblər dəyərli təcrübə qazanacaqlar. Bürcün bu nümayəndələri utandırıcı səhvlərdən necə qaçınacağını başa düşəcək və öz işlərinə diqqət yetirərkən
vacib detalları nəzərdən qaçırmayacaqlar. Bugün ortaya çıxan fikirlərə diqqət yetirin. Hələlik onlar bir qədər mücərrəd və qeyri-müəyyən ola bilər. Məqsədinizə çatmaq üçün dəqiq istiqamətlərdən daha çox işarələrə bənzəyə bilər. Lakin bir az sonra onlar aydın planlar üçün əsas təşkil edəcək. Maliyyə baxımından yaxşı gün olacaq. Burada intuisiyanıza etibar edə bilərsiniz. Onun işarələri səhvlərdən qaçınmanıza kömək edəcək. Oğatan bürcü. Bir çox şey yaxşı gedəcək və səhər tezdən başlasanız, hər şeyi nə qədər tez yerinə yetirə biləcəyinizə təəccüblənəcəksiniz. Bir çox oxatan ən çox gözlədikləri planlara diqqət yetirmək imkanına sahib olacaq. Onların heç kimin köməyinə ehtiyacı olma ehtimalı azdır. Bununla belə, müzakirələrə və izahatlara vaxt itirmədən tək başına hərəkət etmək imkanı çox faydalı olacaq. İş həyatınızda gözlənilməz dəyişikliklər mümkündür. Bunlar gözlənilməz bir təsadüf, qəribə bir vəziyyət və ya başqa bir insanın hərəkətlərinin nəticəsi ola bilər. Əvvəlcə sizdən çox şey asılı olacaq, amma bir az sonra yaranan fürsətlərdən yararlanmağın yolunu tapacaqsınız. Karyera yüksəlişi və ya biznesin inkişafı ilə bağlı fikirlər yarana bilər və uzun müddətli perspektivdə gəlirinizdə artım vəd edə bilər. Bir çox oxatan həqiqətən də diqqətə layiq bir şey ortaya qoyduqlarını anladıqda enerji dalğası hiss edəcəklər. Oğlaq bürcü. Bu, iş üçün ən əlverişli gün deyil. Bu, bütün planlarınızı daha əlverişli bir an üçün təxirə salmalı olduğunuz anlamına gəlmir. Lakin unutmayın ki, gözlənilməz çətinliklər yarana bilər və səhv etmə ehtimalı adi haldan daha yüksəkdir. Etibar etdiyiniz insanların sizi kiçik bir şəkildə məyus etməsi mümkündür. Çox güman ki, bu, xoşagəlməz bir vəziyyət və ya kiminsə xoşagəlməz səhvi ilə bağlı olacaq. Əgər yerinə yetirməli olduğunuz bir neçə vacib işiniz varsa, günə yeni müttəfiqlər axtarmaqla başlayın. Onlar əvvəlki köməkçilərinizdən tamamilə fərqli ola bilər, lakin birlikdə işləmək təkcə təsirli deyil, həm də xoş olacaq. Bugün başlayan işgüzar münasibətlər, əgər niyyətiniz varsa, sonda dostluğa və ya romantikaya çevrilə bilər. Maliyyə vəziyyəti olduqca əlverişli olacaq və potensial pul daxil olmaları olacaq. Xüsusilə ev təmiri və ya ailə üzvləri üçün hədiyyələr üçün kiçik alış-verişlər əlverişli olacaq. Dolça bürcü. Vacib məsələlər üzərində düşünməyin, əvvəllər nəyin çətin göründüyünü anlamağın və hər kəsi çaşdıran problemləri həll etməyin vaxtıdır. Bugün məlumatı emal etmək bacarıqlarınız çox faydalı olacaq. Onu gözlənilməz mənbələrdə tapmaq, tez bir zamanda yoxlamaq və təhlil etmək, nəticə çıxarmaq və onlara əsaslanaraq planlar qurmaq. Bu təhsilinizdə, peşəkar həyatınızda və hətta şəxsi məsələləri həll edərkən də faydalı olacaq. Başqalarının dediklərinə diqqətlə qulaq asın. Məsləhətləri, hətta bəyənmədiyiniz məsləhətləri belə nəzərə almağa çalışın. Onlara əməl etməklə əsəbiləşdirici səhvlərdən qaçınmaq və ya çox vaxtınıza qənaət etmək olar. Etibar etdiyiniz insanlardan gələn tənqidləri sakincə nəzərdən keçirin. Şəxsi münasibətlərdə intuisiyanıza etibar edə bilərsiniz. Onun ipuçları demək olar ki, səhvsiz olacaq. Ailə və romantik səfərlər uğurlu olacaq. Mənzərə dəyişikliyi bir çox dolça bürcü üçün faydalı olacaq. Yeni təcrübələr onları canlandıracaq və tanış şeylərə yeni bir işıqda baxmağa kömək edəcək. Balıqlar bürcü. Qarşıda kifayət qədər gərgin bir gününüz olacaq və yalnız bir şeyə diqqət yetirə bilməyiniz ehtimalı azdır. Çox güman ki, özünüzü bir işdən digərinə keçirərək, eyni anda bir çox işi yerinə yetirmək məcburiyyətində qalacaqsınız. Bəzən ətrafınızdakılar sizin xəyal qurduğunuzu hiss edəcəklər. Ona görə də xoşagəlməz şərhlərə, istənməyən məsləhətlərə və ya ən az arzu olunmaz anda yad insanların işlərinizə müdaxilə etmək cəhdlərinə təəccüblənməyin. Xüsusilə də yalnız öz pulunuzla məhdudlaşmayan məsələlərdə maliyyə məsələlərinə tələsməmək daha yaxşıdır.
ailə əmlakını tək başına idarə etmək və ya hər hansı bir böyük öhdəlik götürmək məsləhət deyil. Sevdiyiniz insanın dəstəyinə və anlayışına güvənə bilərsiniz. Onun yanında olsanız, günün bütün çətinlikləri o qədər də əhəmiyyətli görünməyəcək. Yeni tanışlıqlara açıq olan balıqlar bürcü üçün ulduzlar xoş görüşlər vəd edir. Sürətlə inkişaf edəcək və çox tezliklə həyatınızda mühüm rol oynamağa başlayacaq münasibətlər mümkündür.